Mələk, aha. Oxuyur, bax. İstəyirsən Azərbaycan yaşa. Hə, onda Azərbaycanlısın. Aha. Yaşamaq üçün nə lazımdır? Yaşamaq söhbəti nədir? Yaşayır adam, məsəl üçün İmam Hüseyin Allah tərəfindən öldürülmədi. Allahın əcəli ilə ölmədi. Yəni, nə demək istəyir? Allah təsdiqlədi, yəni o öldü. Yəni, günahkar olan adam var. Nə dedilər? Oğlunu, o İmam Hüseyin oğlunun İmam Hüseyin oğlunun yanında onun başını, kəsilmiş başını İmam Hüseyin başını çubuqla deyə belə qurtalayı fırladırlar. Deyirlər ki, Allah sənin uşaq imiş də, o da Allah sənin atanı öldürdü. O nə deyir? Deyir ki, Allah öldürmədi, adamlar öldürdü. Yəni, istəyirmişlər ki, o Allahdan çəkilsin də, yəni çəkilsin, yəni Allah yolunu yaşamasın. Sonra, mesela Allah yolunda yaşamaq üçün sən nə dedin bayaq? Mən indi də deyirəm, Allah'ım qurban ol. Mənə nemət bəxş etdiyin üçün mən günahkarlarda heç vaxt dəstək olmayacam. Deyil, heç vaxt. Məsəl üçün, günahdır ki, əgər ayədir bu da, həmən dedim. Və dedim, günahdır ki, məsələn, Lalə deyir ki, elədir, nə? Məsələn, Muradı heç vaxt tutturmaq istəməyib ona görə ki, əslində istəyib. İstəyib, amma ki, məsələn, İlham Əli bildim, onu söydü. Murad bildikdə söyür onu, ailəsi, təkir edir. Davamlı danışırsa, təsələm sonra. Elə ki, Lalə deyir ki, istəyərim, tutulsun, amma ki, o tutulanda çünki Laləyə qarşı çox pisdir. Bildikdə sonra, bilmirdi, eləmə, az danışın. Şeytanlar. Amma deyir ki, uşaq atası tutulduğuna görə böyüyəndə dövlətdə işləyəndir. Günahdır da, məsələn, verir qanun. Atanın yükünü Allah buyurur ki, yəni uşaq daşıyır. Yəni, nə deyir Allah'ımız Quranda buyurur ki, ən yaxını olsa belə, heç kəsin günahını daşımağı, yəni günahından sorğuya çalınmağı, bilgən günahkar deyil, kimisə günahına görə ən yaxın olsa belə, kimisə günahı ona yüklənməz, sonra hər kəs öz əməlinin gürovudur, sonra yəni hər kəs öz əməlinin gürovudur, bir heç kəs bildik, yaxını da olsa onun günahına görə zafiyyət deyil, elədir. Əgər elə qanun varsa, mən Lalə baxmışdı, yazılıb, araşdırıb, bəlkədə kim deyir ki, ata tutulandır, valideyn tutulandır, uşaq böyüyəndə video. Bir də ki, bu deputatlar toxunulmazdır, məmkin toxunulmaz deyirlər. Peyğəmbərlərin də ki, günahı olsa, hətta Peyğəmbərimiz Allah'ımız Quranda buyurur, deyir ki, sən Qureyş, bəli, o paylaşdıq deyirsən, danışırdın, yer paylaşırdın, bilməm, danışırdı səndən, yoxsa deyə paylaşmışdı. Qureyş onu, nə demək istəyən, yəni ki, o da pis yola, yəni düz olmayan yola keçərlərdə Allah'ın amma mərhəməti oldu. Yoxsa onu, və 3 nöqtə sonra, 3 nöqtə, yəni ki, toxunulmaz söhbəti yığışdırılmalıdır, Ayşə. İlham Əliyevə müraciətini yaz, paylaşdırın. İnşallah. Ay Mələk, yəni ki, İlham Əliyev də ürəyi açıqdır, sonra, yəni o da istəməzlər ki, günahkar olsun. Allah şükür onu ağladır da elə. Yazacağım ki, İlham Əliyevə müraciət. İnşallah paylaşırım. Deyirəm, bək-bək, ləzzət edir.